Qoç bürcü. Bugün qoçlar realist olmalıdırlar. Aldatma və özünü aldatmaqdan çəkinməli və məqsədlərinizə vaxtında diqqət yetirməlisiniz. Onlara çatmaq üçün səbir və xəyalları imkanlarla tarazlaşdırmaq bacarığı, eləcə də zəruri hallarda təşkilati və bürokratik məsələləri və sənədləşmə işlərini həll etmək istəyi tələb oluna bilər. Evdə və işdə müdiriniz və valideynlərinizlə münasibətlər qurarkən yalançı rola düşməmək vacibdir. Qoç bürcü üçün ulduzlar bugün ən böyük düşmənlərinin öz idealizmləri, xəyallarına uyğunlaşdırmaq üçün reallığı təhrif etmək və arzuları reallıqla səhv salmaq meylləri ola biləcəyini göstərir. Bugün romantika əvəzinə realizm, dürüstlük və konstruktivlik tələb edir və onları emosiyalarını cilovlamağa məcbur edə bilər. Qoç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, Qoç bürcü üçün bugün biznes tərəfdaşlığını qorumaq və inkişaf etdirmək üçün ən yaxşı zaman deyil. Bu, xüsusilə də biznes üçün ortaq bir ərazidə yaşayırsınızsa və ya ailə biznesi idarə edirsinizsə, çox güman ki, belə olacaq. Yaxın qohumla münaqişə, əməkdaşlıq danışıqlarına mənfi təsir göstərə bilər. Daşınar və daşınmaz əmlakınızın inventarını aparmaqdan çəkinin. Buğa bürcü. Bugün ulduzlar Buğa bürcünə dəstək olacaq və onlara düzgün rəhbərlik göstərəcək, hətta ən qarışıq vəziyyətlərdə belə özlərini daha inamlı hiss etmələrinə imkan verəcək. Xüsusilə bugün karyera seçimləri və hüquqi məsələlərlə bağlı faydalı məsləhətlər verəcək, yeni vəziyyətlərdə yöndəmsiz və ya qeyri-müəyyən vəziyyətlərdən qaçınmalarına kömək edəcək. Bugün Buğa bürcünün təbiətinin praktik tərəfi romantik hisslərdən üstün ola bilər. Bu bürcün bir çox nümayəndəsi şəxsi istək və emosiyalara deyil, iş qrafiklərinə və ya peşəkar tələblərə diqqət yetirmək məcburiyyətində qalacaq. Oyunlar və şənliklər ətrafında fırlanan görüş uyğunsuz ola bilər. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar Buğa bürcünə bugün emosiyalarını nəzarətdə saxlamağı məsləhət görür. Cari işlərlə birbaşa əlaqəsi olmayan söhbətlərdən çəkinin. Həmkarlarla gərginlik artarsa, tənqidi şərhlər verməkdən çəkinin. Çox saylı kiçik problemlər iş sənədlərindəki səhvlərdən qaynaqlana bilər. Əkizlər bürcü. Bugün əkizlər hərəkətə keçmək istəyi hiss edirlər. Lakin ulduzlar dərhal buna təslim olmamağı məsləhət görürlər. Səhv başlanğıc riski var. İmpulsiv impulslar əvəzinə təhlükəsizlik torlarının təməlini qurmaq faydalıdır. Lakin yalnız ümumi mənada. Vəziyyət sürprizlərlə doludur və hər bir sürprizi və ya force major hadisəsini qabaqcadan görə bilməyiniz ehtimalı azdır. Əsas alətlərin, nəqliyyat vasitələrinin və avadanlıqların təhlükəsizliyini və funksionallığını yoxlamaq zərər verməz. Bugün ulduzlar əkizlər bürcünün hərəkətlərində fasilə verməyə və ya hisslərini sınamaq və ya qərarlı olmaq, yaxud planlarında bir qüsur tapmaq üçün yollarına bir maneə qurmağa çalışırlar. Bu soyuma dövrü qəfil macəralara və improvizasiyalara meyilli səbirsiz əkizlər üçün faydalıdır. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əkizlər bürcü bugün büdcə xərcləri ilə gəlir arasında düzgün tarazlığı tapmaqda çətinlik çəkə bilər. Nəzarətsiz xərcləmələrə və ya alış-verişdən tamamilə imtina etməyə meyilli ola bilərsiniz. Ulduzlar mal satarkən və ya valyuta mübadiləsi apararkən maliyyə fəaliyyətinizi məhdudlaşdırmağı məsləhət görür. Yaxşı qurulmuş iş rejiminizdə dəyişikliklər etməyə tələsməyin. Xərçəng bürcü. Bugün xərçəng bürcünün müəyyən insanlarla əhəmiyyətli münasibətlərindəki rol balansını ortaya qoyur və ya ümumiyyətlə mövcud vəziyyəti, məsələn peşəkar fəaliyyətlərində və ya iş mühitində necə idarə etməyi təklif edir. Səyahat və aktiv ünsiyyətlə bağlı işləri və planları olan xərçəng bürcünün üzvləri, səyahat zamanı ünsiyyətin pozulması, macəralar və sürprizlər riskini nəzərə almalıdırlar. Bugün xərçəng bürcündəki vəziyyətlər ünsiyyətdə rəsmiliyi xatırladır
və onları peşəkar etiket qaydalarına və ya iş iyerarxiyasına riayət etməyə məcbur edir. Romantik münasibətlər bu ssenarinin əhatə dairəsindən kənara çıxa bilər. Görüşü ləğv etməli və ya hisslərinizi idarə etməli olacaqsınız. Saxta soyuqluq mümkündür. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, xərçənglər bugün biznesdəki təşəbbüskarlığın gözlədiyinizin əksinə səbəb ola biləcəyi bir gün yaşaya bilərlər. Problemlər ilk növbədə daşınmaz əmlak, kənd təsərrüfatı, tikinti və kommunal xidmətlər sektorunda çalışanlara təsir edəcək. Ulduzlar təhlükəsizlik tədbirlərini unutmamağı məsləhət görür. Təsadüfi xəsarətlər mümkündür. Şir bürcü. Bugün ulduzlar şir bürclərinə, gündəlik vəzifələrinə və sağlamlıqlarına daha çox diqqət yetirərək ehtiyatlı olmağı, təmkinli olmağı tövsiyə edir. Əsas rəsmi məsələlərə qarışmaqdan çəkinin. Hüquqi, peşəkar və ya inzibati bürokratik məsələlərdə özünüzü yanlış təqdim etmək, imicinizi təhrif etmək, etibarlılığınızı azaltmaq və ya sənətdə səhv etmək riski var. Ulduzlar şir bürclərinə bugünün romantik planlar üçün ən yaxşı vaxt olmadığını bildirirlər. Onlar hisslərini sərbəst şəkildə ifadə etmək və özlərini effektiv şəkildə təqdim etməkdə adi haldan daha çox problemlə qarşılaşa bilərlər. Məsafə və ya zəif sağlamlıq romantikaya mane ola bilər. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı, şirlər artan əsəb həyəcanı hiss edə bilərlər ki, bu da onların peşəkar fəaliyyətlərinə mənfi təsir göstərəcək. Bu, xüsusilə işgüzar səfərlər və görüşlər üçün doğrudur. Ulduzlar qərarlar qəbul etməkdə tələsməməyi və daxil olan məlumatları son dərəcə ehtiyatla qiymətləndirməyi məsləhət görürlər. Naməlum və ya məxfi mənbələrdən alınan məlumatlara kor-koranə etibar etməkdən çəkinin. Qız bürcü. Bugün qız bürcünün təbii realizmi və praktikliyi onları bütün vəziyyətlərdə dəstəkləməyəcək. Əhəmiyyətli bir şeydə, məsələn, peşəkar sahələrində özlərini itirmiş, istiqamətsiz və tam özünə inamsız hiss edə bilərlər. Hadisələrin yeni, gözlənilməz dönüşünün bütün risklərini və faydalarını dərhal qiymətləndirmək onlar üçün çətin olacaq. Vəziyyət aydın görünsə belə, son qiymətləndirməyə tələsməməlidirlər. Bugün gözlənilməz bir reallıq qız bürcünün sevgi münasibətlərinin məntiqi ilə bağlı fikirlərini şübhə altına alır və diqqətlə düşünülmüş romantik ssenarilərini pozur. Onlar köhnə naxışların, naməlumun və ya gözlənilməzin qurbanı olma riski ilə üzləşirlər. Ulduzlar istənilən vəziyyətdə gözləmə və görmə yanaşması tətbiq etməyi məsləhət görürlər. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, qız bürcündən olan ulduzlar bu səhər işlərin pis getməsinə hazır olmağı məsləhət görürlər. İlk növbədə maliyyə qeyri-sabitliyi ilə qarşılaşa bilərsiniz. Bank əmanətləri gecikə bilər və müəyyən məqamlarda pul vəsaitlərinin hərəkətində boşluqlar yarana bilər. Elektronika və yeni cihazlara pul xərcləmək tövsiyə edilmir. Ofis avadanlığı adi haldan daha tez-tez xarab ola bilər. Tərəzi bürcü. Bugün bu və ya digər amil tərəzi bürcünün perspektivli və cəlb edici işlər görməsinin qarşısını alacaq. Buraya ailə və mənzil şəraiti, mövcud öhdəliklər və ya tətbiq edilən rəsmiyyətlər daxil ola bilər. Məhdudiyyətlər, qeyri-müəyyənliklər və gecikmələr yarana bilər. Danışıqlar və sənədləşmə işləri uzana bilər. Saxtakarlıq və ya səhv riski səbəbindən müqavilə imzalamaq arzu olunmazdır. Bugün tərəzi bürcünün şəxsi həyatında irəliləyiş sual altındadır. Romantika, oyun və şənlik qığılcımları yersiz ola bilər. Əhəmiyyətli münasibətlərdə rəsmiyyət və ya xoşagəlməz bir xüsusiyyət yenidən ortaya çıxa bilər. Bu da etimadı azalda, məsafəni vurğulaya və sərhədləri məcbur edə bilər. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, tərəzilər bugün yüksək emosional qıcıqlanma hiss edə bilərlər ki, bu da ümumi iş göstəricilərinə mənfi təsir göstərəcək. Şəxsi təşəbbüslərdən çəkinməyiniz tövsiyə olunur. Mümkün olduqda rəhbərlərinizdən uzaq durmağa çalışın.
Ədalətsiz görünən və iş etikasını poza biləcək şəkildə töhmət ala bilərsiniz. Emosiyalarınızı nəzarətdə saxlayın. Əqrəb bürcü. Bugün əqrəblər hisslərinə, inanclarına, vərdişlərinə və ya peşəkar təcrübələrinə uyğunlaşmağa çalışarkən maneələrlə qarşılaşmaq riski daşıyırlar. Çox vaxt bu, hansısa formallığın yaratdığı maneə olacaq. Məsələn, düzgün doldurulmamış sənəd, onun itirilməsi, zədələnməsi və ya yeni standartlara cavab verməməsi. Arzu olunan yollar da bağlana bilər. Bu problemin həlli biraz vaxt aparacaq. Bugün əqrəb bürcü, sevənləri aradan qaldırılması çətin olacaq, müxtəlif maneələrlə qarşılaşa bilərlər. Ola bilsin ki, bu, peşəkar etiket və ya iş yerinin iyerarxiyası ilə əlaqəli olacaq. Onların sevgi obyektinin qəfildən flört etmək istəyi əvəzinə soyuqluq və məsafə nümayiş etdirməsi mümkündür. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı bugün əqrəblər üçün gərginlik və narahatlıq yarada bilər. Çünki özünüzü vergi orqanlarının ciddi nəzarəti altında tapa bilərsiniz. Ödənişlərinizi və digər ödənişlərinizi vaxtında ödədiyinizdən əmin olun. Yoxlamalar mümkündür ki, bu da rahat iş rejiminizi poza bilər. Sənədlərinizi izləmək və təlimatları və ya rəsmiyyətləri qulaq ardına vurmamaq da vacibdir. Oxatan bürcü. Bugün ulduzlar Oxatan bürcünə potensial dostların və rəqiblərin davranışlarını izləməyi məsləhət görür. Maliyyə işlərinə, xüsusən də xidmətlər, peşəkar gəlir və ya maliyyə öhdəlikləri üçün ödənişlərlə bağlı olduqda diqqət yetirməyi zərər verməz. Kredit verənlə münasibətlərinizdə qeyri-müəyyən şeylər qoymaqdan, birgə borcalanla görüşlərdən yayınmaqdan və ya bankdan gələn mesajları qulaq ardına vurmaqdan çəkinin. Bugün oxatanlar üçün romantik hisslər müvəqqəti olaraq arxa plana keçə bilər və gündəlik qayğılara yol verə bilər. Yeni hisslər və yeni bir romantika ideyası ilə alovlanan oxatanlar üçün bugünün hadisələri romantik planlarında daha çox azadlıq qazanmaq üçün hələ də hansı maneələri aşmalı olduqlarını ortaya çıxaracaq. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Bir çox oxatan bürcü bugün riskli maliyyə əməliyyatlarına cəlb olunacaq. Lakin ulduzlar bunu qəti şəkildə məsləhət görmür. Xüsusilə nağdsız vəsaitlərlə bağlı istənilən maliyyə əməliyyatları itkilərlə doludur. Məsələn, sənaye avadanlıqları və ya dəzgahlar üçün ödənişləri indi etmək məsləhət görülmür. Həmçinin səhmidar cəmiyyətləri üçün investor axtarışını başqa bir günə təxirə salın. Texniki nasazlığa və ya qəza riski artır. Yeni avadanlıqların sınaqdan keçirilməsi və ya sənaye yığım xəttinin işə salınması uğursuzluqla nəticələnə bilər. Oğlaq bürcü. Bugün oğlaqlar öz maraqlarını prioritet hesab edir və başqaları ilə münasibət qurarkən onları müdafiə etməli olacaqlar. Bu, həddindən artıq proaktiv hərəkətlər tələb etməyəcək. Lakin bir çox oğlaqlar uzana biləcək vacib bir dialoq və ya proses, məsələn, sənəd emalı üzərində nəzarəti saxlamalı olacaqlar. Belə vəziyyətlərdə idealizmdən, aldatmadan və özünü aldatmadan çəkinmək vacibdir. Bugün oğlaqlar şəxsi münasibətlərindəki rolları aydın və dürüst şəkildə anlamağı xəyal edirlər. Amma əslində bu həmişə alınmır. Onlar bilmədən yalan inanclara qapılmaq, partnyorlarının təkliflərinə uymaq və ya şübhəli detallara qəsdən göz yummaq riski daşıyırlar. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, öz bizneslərinə sahib olan oğlaq bürcləri iş ortaqlıqlarında çətinliklərlə qarşılaşa bilərlər. Danışıqlar aparmaq və əməkdaşlıq müqavilələri imzalamaq tövsiyə edilmir. Danışıqlar aparan tərəfdaşınız əvvəlki razılaşmaları poza və güzəştə getmək istəməyə bilər. Buna görə də razılığa gəlmək olduqca çətin olacaq. Xidmət sektorunda işləyərkən müştəri münasibətləri arzu olunan səviyyədə deyil. Dolça bürcü. Bugün talı dolça bürcü üçün maraqlarına tam uyğun gələn və şəxsi potensiallarını açmağa kömək edən yeni fəaliyyətlərə və orijinal layihələrə yol açır. Lakin şəraitin birləşməsi
onların yeni çətinliklərə həvəslə başlamalarına mane ola bilər. Ola bilsin ki, zəruri rəsmi işlər gecikəcək, sağlamlıqları diqqət tələb edəcək və ya yeni bir iş üçün texniki hazırlıq lazım olacaq. Bugün dolça bürcləri şəxsi həyatlarında daha aktiv olmağa ilhamlanırlar, lakin müəyyən hallar manelər yaradır. İş, sağlamlıq, gündəlik işlər və ya improvizasiya etmək cəsarətinin olmaması onlara mane ola bilər. Ulduzlar bunu qəbul etməyi və yeni romantik görüşləri bir neçə gün təxirə salmağı tövsiyə edirlər. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, bugün ulduzlar dolça bürcünə uzun işgüzar səfərlərdən və digər bölgələrdən və ya xaricdən olan tərəfdaşlarla əlaqələri gücləndirməkdən çəkinməyi məsləhət görürlər. Birgə müəssisələrdə çalışanları gərgin bir gün gözləyir. İş intizamına riayət etməyi unutmayın. Vaxtında gəlməyinizə və təyin olunmuş işi vaxtında yerinə yetirməyinizə əmin olun. Bu, xüsusən də növbəli işləyənlər üçün doğrudur. Balıqlar bürcü. Bugün balıqlar bürcü üçün vəziyyətlər çox vaxt müsbətdir. Çünki onlar kortəbii fəaliyyətlərini yeni istiqamətlərdə məhdudlaşdırır və tələsik, riskli impulslara uymalarının qarşısını alırlar. Onlar biznes açmazdan, təmirə başlamazdan və ya köhnə həyat tərzlərində köklü dəyişikliklərə başlamazdan əvvəl 2 dəfə düşünməli olacaqlar. Həmkarlarının, dostlarının və ya peşəkarlarının məsləhətləri onların ehtirasını soyuda bilər. Bugün balıqlar bürcünün sevgililəri emosional xaos yaşaya bilərlər, lakin sağlam düşüncə çox vaxt qalib gələcək. Onlar münasibətlərinin gələcəyini şübhə altına ala və ya qəfil, dönməz bir addım atmaqdan qorxurlar. Ulduzlar bu münasibəti alqışlayır və bunu qorxaqlıq kimi deyil, təqdirə layiq ehtiyatlılıq kimi qəbul etməyə meyillidirlər. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, bugün balıqlar bürcü maliyyə spekulyasiyaları səbəbindən gözlənilməz maliyyə itkiləri ilə üzləşə bilər. Bahalı məişət texnikası və avtomobillər sıradan çıxa bilər ki, bu da əlavə maliyyə resursları tələb edə bilər. Kredit borclarınızı vaxtında ödəmək vacibdir. Uzun müddətdir ödənilməmiş böyük borclarınız varsa, kreditorlar məhkəmə iddiaları ilə özlərini göstərə bilərlər. Biznes təcrübələrinizi dəyişdirməkdən çəkinin.